Salam, hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Könül söhbətləri verilişinin növbəti buraxılışı efirdədir. Studiyamızın bugün maraqlı bir qonağı var. Ana Təbiət Natural Gigiyena Mərkəzinin rəhbəri, yazıcı, publisist Ərşad Əzimzadə. Ərşad hanım, xoş gəlmişsiniz. Xoş gəlmişəm. Ərşad hanım, biz sizə ötən il bu studiyada qonağımız olmuşdunuz və bizə söz vermişdiniz ki, yeni kitabın çapdan çıxan kimi bizim qonağımız olacaqsınız. Kişi gərək sözünü tutsun, sözün sahibi olsun. Kişiliyin bir nişanəsi də odur ki, gərək sözünü vəfadar olsun. Və bugün kitab təzəlikən bir neçə həftədə çıxıb və ilk təqdim elədiyim, mətbu orqan deyək, kütləvi informasiya vasitəsi Səs TV-dir. Bax, Səs TV-yə gətirmişəm, bu sizin Səs TV-nin payıdır. Üstündə yazıb verəcəyəm. Maraqlıdır ki, kitabın adı maraqlıdır. Cəhənnəmdən cənnətə bir addım. Düz bu rus dilli oxucular üçün nəzərdə tutulub, yəni rus dilində yazılıbdır. Hər halda gələcəkdə bunun Azərbaycan variantı olacaq. Demək, belədir. Mən birinci növbədə onu Azərbaycan dilində yazdım. Özdə adını qoymuşdum Bəşəriyyətin Xoşbəxtlik Düsturu. Bəşəriyyətin Xoşbəxtlik Düsturu. Sonra fikirləşdim, müəyyən səbəbə görə mən onu oturdum təzədən rusca yazdım və indi az tirajla hələlik buraxmışam və bunun adı da oldu Od Ada do Raya один şag, yəni cəhənnəmdən cənnətə bir addımdır. Kitabın məqsədi nədir? Kitab, təbii ki, kitab ondan ötəridir ki, hər bir əlinə qələm götürən adam çalışır ki, o öz fikirlərini bəşəriyyətə çatdırsın. Mən də burada təkcə bəşəriyyətə çatdırmaq yox, məsələn, bəşəriyyətə təsir eləmək məqsədi qoymuşam qarşıma. Niyə görə mən bunun bəşəriyyətə təqsir? Çünki tək bir ölkədə xoşbəxt olmaq mümkün deyil. Görürsən, məsələn, bir dövlət özünün xoşbəxtliyini qurur, amma o biri dövlət gəlir, onu parçalayır, onu dağıdır, ərazisini tutur və s. Ona görə də mən çalışıram ki, bəşəriyyətin ümumilikdə xoşbəxt olması üçün hansı yollar lazımdır və nə eləmək lazımdır? O kitab belə bir məqsəd qoyub qarşısına ki, o yolu göstərsin. Ona görə də görürsən, adını qoymuşam, cəhənnəmdən cənnətə bir addımdır. Həmən cəhənnəmi də göstərmişəm. Həmən cənnəti də göstərmişəm, həmən bir addımı da göstərmişəm. O cəhənnəm nədən ibarətdir, cənnət nədən ibarətdir, bir addım nədən ibarətdir, bu kitabı oxuyan hər bir adama aydın olacaq. Oxucuların üçün biraz işıq, yəni ipucu verək, burada sizin maraqlı bir yanaşmanız var. Yəni, dünyada baş verən bir çox hadisələri, istər siyasi, iqtisadi, bunu qida ilə bağlandırırsınız, qida ilə əlaqələndirirsiniz. Bu təbiidir, çünki mən özüm həm cəhənnəmdə olmuşam, yəni 60 yaşa qədər xəstə olmuşam. Bir xəstəlikdən yox, 8 əl xəstəlikdən əzab çəkmişəm. Sonra da özümü müalicə elədim təbii üsullarla, davasız, dərmansız və keçdim cənnətə. İndi bu dəqiqə mən cənnətdəyəm. Bir alim var, Rusiyada onun akademiyası adı var. O deyir ki, cəhənnət də, cəhənnəm də bu dünyadadır. Onu da biz öz əlimizlə yaradırıq. Cəhənnəmin deyir, qaynayan o qazanları, qır qazanlarını da özümüz yaradırıq. Biz cənnəti də özümüz yaradırıq. O baxımdan mən və qənaətə gəldim ki, elə cəhənnət, mən bu saat cənnətdəyəm, cəhənnəmdə olmuşam 60 il, indi 20 ilə yaxındır ki, artıq mən cənnətdəyəm, özümü cənnətdə sayıram. Yəni, xoşbəxtəm mən. Cənnət nə deməkdir? Cənnət o deməkdir ki, orada heç bir problemi yoxdur, orada müharibə yoxdur, orada münaqişə yoxdur, orada qırğınlar yoxdur, orada təbii fəlakətlər yoxdur, mümkündür bu da. Ondan sonra orada heyvanları istismar eləmək, insanları istismar eləmək yoxdur, heyvanları qırmaq, insanları qırmaq yoxdur orada. Cənnət bu deməkdir. Bax, bu baxımdan mən o adı seçdim, əvvəl qoymuşdum, bayaq dediyim kimi, bəşəriyyətin xoşbəxtlik düsturu. Amma sonra gördüm ki, bu biraz çox quru çıxır
Ona görə də bu axı elmi publisistika əsəridir, həm təkcə elmi deyil. Ona görə də adını qoydum Cəhənnəmdən Cənnətə bir addımdır. Biz veriliş çəkilməzdən öncə söhbət edirik. Sizə bu rus dilinə çıxmasının bir səbəbini onunla izah etdiniz ki, dünyanın diqqətini bu kitaba yönəltmək, ümumiyyətlə bu məsələyə yönəltmək istəyirsiniz. Bəli, görmürsən də bu saat dünyamız nətərdir, bu saat iki Slavyan dövləti bir-biri ilə didişir, iki Slavyan xalqı, məsələn, Ukrayna, Rusiya bir-birini qırırlar. Fikir verirsənmi? Bir tərəfdən ərəblər ərəblər, müsəlman dünyası bir-birini qırırlar. O tərəfdən elə Yahudilərlə başqaları yola getmir. Yəni görsən dünya qaynayır, cəhənnəmin o qaynayan qırqazanına bax elə bugün bizim yaşadığımız planetdir. Mən diqqəti cəlb eləmək məqsədi üçün rus dilində yazdım ki, bunu mən həm öz ali orqanlarımıza təqdim edəcəm. Yəni mən apardım prezident aparatında təqdim elədim orada. Ondan sonra Milli Təhlükəsizlik Nazirliyində təqdim elədim. Sonra Ali Milli Məclisə təqdim elədim. Bunların hamısının məqsədi bundan ibarətdir ki, yuxarı elitanın diqqətini bu problemə cəlb edeyim. Mən bu yolu tapmışam. Yəni mən o xoşbəxtlik məbədinə gedən yolu tapmışam və məbədində qapısı açıqdır, hamını gözləyir. Mən o yolu göstərmək istəyirəm. Məqsədim bundan ibarətdir ki, bu rus dilində yazmağımın məqsədi bundan ibarətdir ki, mən bunu həm müxtəlif dövlətlərin, aparıcı dövlətlərin başçılarına və parlamentlərinə də göndərəcəyəm. Ondan sonra beynəlxalq təşkilatlarında buradakı nümayəndələrinə təqdim edəcəyəm. Bizim hörmətli bir məmləkətimizin bir nömrəli xanımı Mehriban xanıma da aparıb təqdim edəcəyəm. Yəni mən diqqəti cəlb eləmək istəyirəm ki, insan bir halda xoşbəxt ola bilir. O da düzgün qidalananda. Sağlam olur. Bəli. Sağlam cismidə sağlam ruh olur. Sağlam ruh nə deməkdir? Sağlam təfəkkür, sağlam əxlaq, sağlam əqidə və s. Bunların hamısı qida ilə bağlıdır. Ona görə də Hippokrat deyirdi ki, biz nə yeyiriksə oyuq. Əgər biz çürük qida yeyirik ki, özümüz də çürük adamıq. Əgər sağlam qida yeyiriksə, sağlam adamıq. Yəni təfəkkürümüz də sağlamdır, əxlaqımız da sağlamdır. Ondan sonra düşüncəmiz də sağlamdır. Yaddaş da gözəlləşir, adamın ruhu da gözəlləşir. Adamın o qara fikirlər ki, yoxdur, onların biri də adamın içində qalmır. Bax, buna görə də mən belə hesab edirəm ki, qida ilə bağlıdır. Ərşad, mən bilirəm ki, sizin kifayət qədər oxucu kütləniz var. Oxucular bu kitabı hardan əldə edə bilərlər? Bizim demək, bu kitabı buraxan şirkət var. İnci şirkətidir. İnci şirkətinin mağazaları var. Biri bu 28 may metrosunun yaxınlığında keçmiş AZI deyilən, indi Neft Akademiyası deyilən əsas binanın arxasında Dostum adlı kitab mağazasıdır. Biri Elmlər Akademiyasının yaxınlığında, ünlə üzbəyiz, o metronun üzbəyiz, yenə Dostum adlı mağaza var. Orada əldə eləyə bilərik. Sonra mənim özümün oturduğum iş yerim var. Orada da biz satışını təşkil eləmişik. Həm bunun, həm də ki, Möcüzəsiz Möcüzə 3 yeni nəşrin təqdimatını orada keçirtəcəyik. Ondan sonra Akadem kitab mağazası var. Baksovet metrosuna və yaxud da ki, İçəri şəhər metrosuna yaxındır. Orada satışı təşkil olunacaq. Hələlik o qədər şeydir. Yəni bu ünvanlarını əldə edə bilərlər. Ərşad müəllim, siz dediniz Möcüzəsiz Möcüzə 3 kitabı nəşrə hazırlanır və yaxud da çıxıb da artıq. Bəli, çıxıb. O da elə ikisi bir gündə çıxdılar. Eyni nəşriyyat buraxıb, İnci nəşriyyatı buraxıb onda. Demək, orada da çoxlu yeniliklər var. Məsəl üçün mən əvvəlkindən fərqlənir. Xeyli fərqlidir. O həm tərtibat baxımından çox gözəl, zəngindir.
həm də deyəm ki, ruhu gözəlləşdirmişəm onu. Həmişə heç vaxt ürəyimdən olmamışdı onun nəşrləri. Amma bu dəfə çox gözəl nəşr olunub, həm tərtibatı, həm də məzmunu. Üstəlik mənim yeni əlavələrim var. Məsəl üçün, Yapon alimi Nishinin fikir versəniz o biri kitablarda görəcəksiniz eynəkli şəklini vurmuşam. Amma mən 81 yaşımın içindəyəm, amma eynəksiz oxuyuram, eynəksiz yazıram. Amma 40 yaşımda mən eynək taxırdım. Həmən şəkili qoymuşam bu kitaba əyani vəsait kimi ki, baxın, 40 yaşında cavan kişi boynunda şarf doluyub, 3 qat doluyub şarf, sviter əynində, pencək əynində oturub yayın günü işləyir. Eynək gözündə. Amma indi 81 yaşlı kişi qarşınızda, məsəl üçün, belə qışın günü gəlmişəm, baş açıq və s. belə oturmuşam. Əslində, mən bu eynəklərdən söz üzmüşkən, sizin onunla bağlı kitabınız da var, Rədd olsun eynəklər. O hazırda satışda var. Satışda var, hə. O satışda var. Bəs bundan sonra Ərşad müəllim, hansısa yeni kitablar oxucular gözləsinmi? Gözləsinlər, ümumiyyətlə, nə qədər ki mən yaşayıram, məndən yeni kitablar gözləsinlər. Məsələn, yeni əl yazması şəklində hazır olun, çoxlu bizi yaşadan da qidadır, öldürən də qidadır adlı kitabım əl yazması şəklində var. Amma bu dəqiqə mən qabağa salmışam, 2 dənə kitab üzərində işləyirəm. Biri bədii əsərdir, adını Tsunami qoymuşam, yəni üstümüzə gələn o qasırğa, yəni tufan üstümüzə gəlir. O nədən ibarətdir? Onu bədii şəkildə açmışam. O da bu kitabın bir növ demək olar ki, bədii variantıdır. Təzə konkret adamların başına gələn əhvalatlardır. Mən axı bayaq dedim ki, zəlzələ də qida ilə bağlıdır. Zəlzələ də qida ilə. Bunu bu kitabda açmışam. Orada isə bir insanın taleyində baş verən zəlzələni açmışam. Və bu zəlzələdən necə qurtarmaq olar, onu göstərmişəm. Bax, o adı da Tsunami'dir. O bədii əsərdir, romandır. Biraz geniş həcmli olacaq. O da qurtarır. Artıq işləmişəm, indi təzdən üzərində işləyirəm. Bu il Allah qoysa çapa verəcəm. Bundan əlavə mənim dünyanın ən dəhşətli xəstəliyi sayılan xərçəng xəstəliyi haqqında mənim öz müşahidələrim, öz fikirlərim var. Mən bu barədə İbn Sina dövründən üzübəri çoxlu kitablar oxumuşam, İbn Sina'nın əsərlərini oxumuşam. Onların yanaşmalarının heç biri məni qane eləmir. Heç biri qane eləmir. Buna görə də xərçəng haqqında mən yeni kitab yazıram. Onu da sizə rus dilində buraxacağam, sonra Azərbaycan dilində. Yəni adını da belə qoymuşam. Əsrin bəlası yoxsa adi xəstəlik. Belə bir şey. Yəni mən onu göstərirəm ki, əsrin bəlası deyil, adicə xəstəlikdir. Və xərçəngi sağaltmaq mümkündür. Sadəcə vaxtında düşmək lazımdır üstünə. Ümumiyyətlə, bütün xəstəlikləri ancaq təbii üsullarla sağaltmaq olar. Mənim bir şüarım var, asmışam iş yerimdən. Orada yazmışam ki, birincisi, sağlam həyat tərzinin alternativi yoxdur. Yəni, insanı sağaldan həkim elə o sağlam həyat tərzidir. İkincisi də ki, belə sağalmayan xəstəlik yoxdur, sağalmayan xəstə var. Aydın. Ərşad müəllim, sizin sosial şəbəkədə mən izləyirəm və siz kifayət qədər izləyən insanlar da var. Orada maraqlı suallar var idi. Mən o suallardan bəzilərini özüm üçün qeyd eləmişəm. Burada var, aqressivliyə qarşı sizin müalicə üsulunuz varmı? Bəli. Yəni, insanlar son vaxt aqressivləşir, insanlar da biraz səbirsizdir, insanlar bir-birinə qarşı aqressiv münasibət göstərir. Buna qarşı bayaq dedi ki, təfəkkürü də, əxlaqı da yaradan qidadır. Bu necə? Mexanizmini açıqlayaq. Nətər olur ki, bu adam aqressiv olur, o mülayim olur. Bu adam, deyək, cani olur, o adam çox mömin bir insan olur. Bunların hamısını yaradan qidadır. Qida qanı yaradır. Qan hüceyrələri qidalandırır. Bizi yaşadan da və bizi hərəkət elətdirən də, bizi qoruyan da hüceyrələrimizdir. 70 trilyon hüceyrələrimiz var.
onlar biz onlardan toxunmuşuq. Yəni biz xalça nətər ilmələrdən toxunduğu kimi bizdən həmən 70 trilyon hüceyrələrdən toxunmuşuq və o hüceyrələrin səhhətindən asılı olaraq bizim səhhətimiz formalaşır. Yəni hüceyrələr əgər sağlam qan alırlarsa, sağlamdırlar. Zəhərli qan alırlarsa, qırılırlar kütləvi şəkildə. Hüceyrə gündə 1% ölməlidir. Burada görürsən kütləvi qırğın baş verir və hüceyrələr zəifləyir. Bizdə də mərkəzlər var beyində. O mərkəzlərin fəaliyyəti hüceyrələrdən asılıdır, hüceyrələrin səhhətindən asılıdır. Hüceyrələrin əgər səhhəti, oradakı hüceyrələrin səhhəti yaxşı deyillərsə, onlar öz funksiyalarını yerinə yetirə bilmirlər. Məsələn, biri tormozlaşdırıcı şeydir, hüceyrə zadlardır, mərkəzdir. Biri fəallaşdırıcı mərkəzdir. Bax, görürsən, oralarda tarazlıq pozulanda o tormozlaşdırıcı, səbir kəsası deyə bəzi adamda tez də olur, bəzisində gec də olur. Onda həmən mərkəz pis işləyir, o tormozlaşdırıcı mərkəz pis işləyir. Onda o aqressiv mərkəz daha güclü işləyir. Yəni fəallıq həddən artıq olur. Ərşad müəllim, sizin kitabda və yaxud sizin müalicə üsulunuzda buna qarşı bir müalicə üsulu? Ən yaxşı müalicə üsulu demək pəhriz qidalara, pəhrizdir. Pəhriz saxlamaqdır. Bütün Peyğəmbərimiz də buyurub ki, bütün fəsadların yuvası mədədir, bütün fəsadların yuvası mədədir. Yəni bütün demir xəstəliklərin, deyir bütün fəsadların. Bax, oradan götürmüşəm mən bu kitabın mövzusunu. O deyir elə orada yəni fəsad deyəndə orada aqressivlik də gedir, ondan sonra yalançılıq da gedir, ondan sonra tamahkirlik da gedir, pulgirlik də gedir, ondan sonra oğurluq da gedir. Hamısı o pis və fəsad deyilən sözün içində var. Sonra deyir, bəs bütün dərdlərin çarəsi pəhrizdir. Bütün dərdlərin çarəsi. Bütün dərdlər deyəndə o demir bütün xəstəliklərin, deyir bütün dərdlərin, yer üzündə baş verən bütün dərdlərin çarəsi pəhrizdir. Bax, Peyğəmbərin bu həm də ki İbn Sinanın bir sözü var ki, biz həkim müalicə edir, amma şəfanı təbiət verir. Bax, kim təbiətlə dostluq edirsə, təbiətin qanunlarına zidd getmirsə, o da sağlam olur, müdrik olur və mütərəqqi olur. Kim o təbiətin qanunlarına zidd gedirsə, o demək mütləq aqressiv olur, cinayətkar olur və s. və s. Ərşad müəllim, bizim efir vaxtımız azalıb. Mən ümid edirəm ki, biz sizinlə yenə görüşəcəyik. İnşallah. Və son olaraq demək istədiyiniz bir insanlara mesaj. Mesaj ondan ibarətdir ki, heç vaxt dərmandan istifadə eləməyin. Dərman zəhərləyir orqanizmi, dərman insanı sağalda bilmir, özündən asılı vəziyyətdə saxlayır. Ən gözəl dərman meyvə şirəsidir, tərəvəz şirəsidir, otlardan dəmlənmiş çaylardır, baldır. Ondan sonra bunların da hamısını çiğ şəkildə qəbul eləmək lazımdır. Çiğ şəkildə, yəni o şeyi ki, çiğ şəkildə qəbul eləmək mümkün deyilsə, onu eləməyin. Məsəl üçün, əti çiğ şəkildə qəbul eləmək mümkün deyil, lazım da deyil o. Başa düşürsənmi? Amma tutalım, çiğ keçi süzü içmək, yəni həmən elə oradan sağıb içmək faydalıdır. Amma onu bişirəndən sonra onun tərkibində hər şey. Ona görə də çalışın, hər şeyi çiğ şəkildə qəbul edin. O şeyi ki, çiğ şəkildə qəbul eləmək mümkün deyil, onu eləməyə ehtiyac yox. Yəni, təbiət bizi, cənnət elə ordur ki, cənnət nədir? Quran-ı Kərimdə yazılıb ki, cənnət meyvə ağaclarının dibindən sular axan, çaylar axan və yaxud da sular axan bağdır. Amerikan alimi Paul Bragg də deyir ki, əgər insan təkcə meyvələrlə, qidalansa, meyvə və tərəvəzlə qidalansa, 900 il yaşaya bilər. Nuh Peyğəmbərin dövründə insanlar 940 ildən az yaşamayıblar. Buna görə də mən uzun ömür arzulayıram, amma uzun ömürdə bilirsən nə üstünə qurulmalıdır? Sağlam həyat tərzləri. Elə-belə sürünə yaşamaq, bundansa yaşamasan yaxşıdır. Amma mənim kimi yaşamağı hamıya arzulayır. Sonra Ərşad müəllim, sizi insanlar sizə necə müraciət edə bilər ünvan olaraq? Ünvan olaraq burada sizdən biraz yuxarıda
Mehdi Hüseyn küçəsi 65. Telefon nömrəsi də orada belədir. 492 76 97. Herba Flora şirkətinin dietologiya mərkəzidir. Orada biz bu Şəhidlər Xiyabanından Bakı Soveti metrosuna tərəf gələn küçədir. Həmən o küçədə orada Sizə müraciət edib lazım məsləhətlər bəli, alırıq. o lazım. Mən hər gün orada saat 1-dən 5-ə qədər xəstə qəbul edirəm. Ərşad müəllim, biz sizə təşəkkür edirik. Çox sağ olun, studiyamıza gəldiniz. Siz sağ olun ki, Çox maraqlı söhbət idi. Məni dəvət eləmişsiniz, oxuculara təqdim edirsiniz, tamaşaçılara təqdim edirsiniz. Mənə elə gəlir ki, sağlam həyat tərzini təbliğ eləmək bütün Azərbaycan ziyalılarının birinci növbədə. Çünki bizə buna daha çox ehtiyac var. Çünki bizə qidaya meyil güclüdür. Biz yeyimcil millətik. Biraz mən hətta deyərdim ki, biraz bəzilərimiz qarınquludular. Bu azardan, bu pis vərdişlərin əlindən qurtarmaq üçün biz ziyalılarımız, gözəl ziyalımız, nətər deyim, həm zəhmətkeş ziyalımız Həsən bəy Zərdabın işini davam elətdirməliyik. Hörmətli tamaşaçılar, bir daha xatırladıram ki, Könül Söhbətləri verilişinin bugünkü qonağı Ana Təbiət Natural Gigiyena Mərkəzinin rəhbəri, yazıcı, publisist Ərşad Əzimzadədir. Sağ olun, salamat qalın.